Bugünkü dərsimiz Sergey Raxmaynovun Do dis minor prelüdiyası ilə davam edirik. Zeynəb, ümumiyyətlə Raxmaynov musiqisi, Raxmaynov yaradıcılığı haqqında sənin təsəvvürün var. Həm oxumusan, həm əsərlərini keçmişik. Raxmaynov yaradıcılığından yaxından tanışıq. Bu prelüdiya haqqında ümumiyyətlə biliklərimizi mənim də, sənin də birbirimizlə bölüşə bilərik dərsdə. Prelüdiyanın yazılma tarixi Raxmaynovun elə bir əvvəlki ilk perioduna təsadüf edir. Gənclik dövrünə. Raxmaynov yaradıcılığı ümumiyyətlə yaxşı tanıyanlar onun deməli 3 perioda bölə bilərlər yaradıcılığını, həyatını. Bu prelüdiya ilk dövrlərdə yazılıb, yəni konservatoriyanı bitirdikdən sonra müraciət elədiyi janrdır. Yəni o zaman 19 yaşı, 18-19 yaşı var. Konservatoriyanı yeni bitirmiş bir gənc bitirdikdə bu prelüdiyanı yazmışdı və 1892-ci ildə 26 sentyabrda öz ifasında bu prelüdiyanı səsləndirmişdi. İlk dəfə konsert çıxışı bu prelüdiyanı bizə çalmışdı. Yəni fortepian əsərləri ifa edirdi orada. Sonda isə bu prelüdiyanı bizə çalmışdı, ifa etmişdi. Və tamaşaçılar tərəfindən çox böyük alqışla qarşılanmışdı. Çünki ümumiyyətlə bu prelüdiyanın tonallığı, xarakteri, ifası, tamaşaçıları tamam bir başqa aləmə aparmışdı, düşündürərək. Çünki gənc bir ifaçının, gənc bir bəstəkarın belə bir dramatizmdə, belə bir dərinliklə, fəlsəfi düşüncədə əsər yaratması biraz hamıda təəccüb doğururdu. Amma sonraki illərdə bilirsən yəqin ki, bu elə bil ki, silsilə formasını aldı, 5 əsər, yenə də 5 əsər yaradaraq, Opus 3 altında elə bir bu prelüdiya 2-ci nömrə idi. Yəni, daha əlavə əsərlər Elegiya idi, sonra bu prelüdiya idi, 3-cü melodiya idi, Polichinelle və Serenada. Elə bir ki, bunlar hamısı mahnı fantaziyalar adlanırdı, yəni bu silsilə. Prelüdiya haqqında ümumiyyətlə, bax, ifada nə deyə bilərsən? 3 hissəyə bölürük biz bunu. Düzdür, keçdikcə, dərslərimizi keçdikcə 3 hissədən ibarət olan bir prelüdiyadır və sonda kiçik koda ilə bitir. Əgər belə nəzər salsaq prelüdiyaya, biz görərik ki, bu prelüdiyada hətta özü də qeyd edir ki, daha çox qəmgin tonlar, yəni tragik tonlar hiss olunur. Yəni, bəstəkar özü də bunu dramatik, bəli, özü də qeyd edir bunu. Ümumiyyətlə, sən deyəsən, öz təsəvvürün var, öz biliyin var bu prelüdiya haqqında, Zeynəb. Mən hesab edirəm ki, daha doğrusu mən vaxtda məlumat oxuyanda çox maraqlı bir məlumatla qarşılaşdım ki, Raxmaynov yuxu görür və yuxuda bir otağa daxil olur və otağın ortasında bir tabut görür və təbii ki, tabutun ətrafında da insanlar yığılır. Fikir versək, Acıdatı, yəni ikinci hissənin başlanğıcına qədər melodiya çox ağır, dramatik haldadır, çox gərginliyin özünü göstərir və burada bu hissədə yuxuda Raxmaynov görür ki, o tabutun yanına yaxınlaşır və amma o tabutda kim olduğunu bilmir. Lakin insanları görür, hər kəs gərgindir və o tabutun qapısını açanda, tabutu qaldıranda o görür ki, oradakı tabutdakı özüdür. Və burada isə artıq ikinci hissə, yəni agitator hissəsi başlayır və fikir versək, trioların özünü göstərir, həyəcanlı, xromatik, melodiya xromatik haldadır, xromatik şəkildə gedir.
Ümumiyyətlə bu prelüdiya çox məşhurlaşır. Çox Öz dövründən. Hətta Raxmanovun özünə belə acıq gəlir ki, mənim o qədər gözəl əsərlərim olduğu halda bu prelüdiyanı daha çox sevirəm. Əsərlərim, bir çox melodiyalarım var, amma niyə məhz hər kəs konsertlərdə məhz bu əsəri tələb edir? Hətta xarici qastrol səfərlərə gedəndə də məhz hər kəs, bütün tamaşaçılar bu əsəri istəyirlər və tələb edirlər və burada məcbur olub çalırlar. İlk öncə onu da qeyd edeyim ki, Zilotsi, onun belə bir qohumu, xalası oldu burada, Zilotsi, Aleksandr Zilotsi, həm dirijor, həm pianoçu ilk dəfə xaricdə əsəri o ifa edib. Yəni bu əsərin həm orkestr variantı var, həm iki fortepiano üçün, sonradan müxtəlif alətlər üçün, zərbə alətləri, bas, gitara üçün müxtəlif işləmələri var bu əsərin. İstəyirsən, başlayaq ilk notlarımızdan artıq o xarakteri çalışıyla göstərməyə. Buyur. Bəzi şeyləri göstərmək istəyərdim, əgər mümkünsə. Deməli, əvvəl 3 notumuz bizim çox vacibdir. Yəni, bütün əsərin dramaturgiyası elə bir bu 3 notda çox birləşir. Sən o tragik bir dramatizmi, hər şeyi o 3 nota yerləşdirməlisən. Yəni, ilk əvvəl, özü 2 forte ilə başlayırsan. 2 forte ilə başlayırsan, sonra bəstəkar 3 piano istəyir səndən. Yəni, bu kontrastı mütləq eləməlisən, həm xarakterdə, həm nüans formasında, həm obraz şəklində, yəni sən bunları göstərməlisən. Yəni, amma yuxarı partiya, sən o verdiyin o sual formasına, yəni ən çox da sənin yuxarı
yuxarı notları daha aydın, biraz şəffaf göstər, biraz ritmik formada, yəni biz Rachmaninoff'un 4-dən artıq, hətta 5-6 ifasını dinləmişik. Bəstəkarın özünün ifasında hər zaman dəyişikliklər var. Hər bir dövrdə, hər bir, necə deyərlər, hər bir konsertdə nəsə bir tərkvilik edir bəstəkar özü. Yəni, çox gözəl haldır ki, özünün ifası bizə gəlib çatır. Amma biz düzdür, Rachmaninoff'u biz təqlid eləmirik burada. Yəni, biz öz xarakteri və öz individuallığı, öz şəxsi fikrini də bildirməlisən sən ifada Zeynəb. Deməli, sənin bax, bu temaların aşağı temaları. Yəni, hər zaman sual-cavab. Bu temaların aşağı səsləri daha çox apar kimi. Bir də yuxarıdakı temanı daha biraz qabarıq göstər kimi. Yəni, iki xarakterdir. Hətta qadın, kişi rolu da ola bilər, obraz eləyə bilərsin. Yəni, bu başlayaq burada. 2 forte ilə başlayırsan. Çoxlu rituallar etmə. Çünki əsərin formasını daha dağınıq formaya gətirir. Başa düşürsən? Yəni, sən bunu əksinə aparmalısan. Çünki bu basların səni irəli aparır. Sən daha çox irəli gedirsən. Sən isə rituallarla özünü geri çəkirsən. Sonra bu hissələrdə orada gedirsən irəli, amma sonradan yenidən öz tempoya qayıtmağı bacar. Yaxşı, çünki o basların hesabına. Yəni ki, bu basların yenə o həmin o temp yadına düşsün. O obraz yadına düşsün. Aydın oldu? Aydın. Keçək orta hissəyə. Orta hissədə sən dediyin kimi, misal üçün obraz yaratdığın kimi, yəni o artıq həyəcan başlanır. Orada özünü görür, nəsə yuxuda, belə bir yuxu görür, Rachmaninoff'un rəvayətə görə. Yenə biz özümüz də başqa bir obraz yarada bilərik burada. Başlaya bilərsən, Zeynəb. Buyur.
sənə. Elə bir ki, sən bu formanın gedişatını, kulminasiyanı artıq beynində qurmalısan. Yəni, nə formada gedirsən irəli, harada acitat edirsən, harada temanı necə aparmalısan. Yəni, bizdə burada demək olar ki, tema gedir. Amma yenə birinci hissədə olduğu kimi aşağı baslarda bunları göstər. Yəni, bu elə bir ki, orta hissədə də buna cavab gedir. Yəni, bu paralel gedir bu söhbət bu formada. Sənin keçən dəfə mənə dedin ki, qulağıma biraz elə bir ki, biraz dissonans formasında gəlir. Amma qeyd edeyim ki, Rachmaninov ümumiyyətlə dövrün cərəyanlarının heç birisinə tabi olmurdu. Yəni, orada da kakofoniyadır, aleatorikadır, ultraxromatizm bu cərəyanlardan uzaq idi. Yəni, bu Rachmaninov musiqisinə xas deyil. Rachmaninovun özünün, necə deyərlər, Rachmaninovski subdominantlı deyilən bir, misal üçün, izvesli, ən məşhur subdominantası var. Yəni, Rachmaninovun ilk dövrü daha çox romantizmə, daha çox meyillidir. Yəni ki, ümumiyyətlə yaradıcılıqla romantizmə, amma ümumiyyətlə ifaçılıq, yəni fortepiano üçün yazdığı əsərləri orkestr kimi düşünürdü. Bu əsərlərdən bir orkestr. Bəli, özünün də əlləri çox böyük, piyanizmin çox gözəl olduğundan, onun üçün yəni registr genişliyi çox rahatlıqla əldə olunurdu. Ona görə onun bütün əsərlərində demək olar ki, fortepianonun bütün oktavaları, bütün registrları istifadə olunur onun əsərlərində. Həm də onun orkestr düşüncəsi var idi. Yəni, kiçik miniatürlər, prelüdlər yazmaq onun üçün biraz daha çətin idi, nəinki orkestr üçün əsərləri yaratmağa. Çünki burada xırdalıq, burada düşüncəni, burada o fəlsəfi fikirləri çatdırmaq daha çətindir. Bax, misal üçün, bizim orta hissləmizdə sən başlayırsan, yəni ki, başlayırsan biraz daha həyəcanlı aparırsan. Amma bəzi yerlər var ki, sən orada temaya daha çox qulaq asmalısın. Misal üçün, ikinci başlasam, misal üçün, amma tələsdiyindən bu temana biraz misal üçün, bunu mən səndə istəyirəm ki, sən düşünərək eləyəsən, yəni eşidəsən. O zirvəyə çatdırmaq mütləq, yəni musiqi cəhətdən sən onu aparmaq lazımdır. Başda bir də zəhmət olmasın. Orada səsləri yığışdıra bilərsən. Yəni, kənar səslərimizi lazım. Oradan biraz basaq. Bir də ki, mən çox istəyərdim ki, sən orta səsləri biraz yığışdırasan. Bax, məsələn.
səsləri bizə o üçlüyü çalmaq da, yəni ki, o vacib deyil. Əsas iki temadır, qarşılıqlı, bir-birinə qarşı dayanan iki temadır, onu aparmaq lazımdır. Bir də olar. Romantik ifa eləyəsən əsəri. Amma arada olur ki, bu da biraz zövq məsələsi olur. Yəni, son dərəcədə hər dəfə etüdlər eləməyin mənası yoxdur. Yəni, sən əgər kulminasiya nöqtəsinə çatmaq istəyirsənsə, yolda dayanmalı deyirsən. Yəni, sən harasa əgər çatırsansa, tələsirsənsə, gedib o nöqtəyə çatmaq istəyirsən, sən o yolda dayanmırsan, düz deyil. Amma sən istəyirsən, tez-tez dayanasın, özü geri çəkirsən, saxlayırsan, yəni zamanından gedir. O kulminasiya nöqtəsinə çatmaq üçün daha tez addımlanmalısan, düz deyil. Yəni, misal üçün, bu 3 taktın içində sən artıq ritunut elədin. Səncə lazımdır eləmək? Daha romantik alınır sanki. Yox, alana bilər, amma əsər ümumiyyətlə biz klasik forma, yəni əsərlər, romantik əsər də olsa, biz onu, bu klasikadır. Biz çalışırıq hansısa bir çərçivədə, yəni deyim ki, hansısa bir o formadan çıxmamalıyıq. Başa düşürsən? Yəni, gəl başlayaq bir də təzminən. Elə bir ki, Zeynəb, deməli bizim bu kulminasiyadan sonra gəlir artıq 3-cü hissəmiz, düzdür? 3-cü hissədə sən qızandı, 3 fordu, yəni burada artıq güclər bərabərləşir. İstər-istəməz bu mübarizədən sonra, kulminasiyadan sonra, yəni biz o kulminasiyanı sözsüz ki işləyəcəyik, hələ yenə tam hazır deyil, hələ əsər. Amma yəni başda gələn burada keçiddə, akordlarda. Qolların, əllərin, yəni o ağırlığı artıq çiyindən göstərməlisən.
verməlisən, çiynən verməlisən. Bu bir. İkincisi, sən artıq burada 4 forte biz gəlirik, amma o 4 forte qışqırmır. O artıq ürək ağrısıdır. Yəni o kəskin forte deyil. O 4 forteni sözsüz ki, biz fortepianoda o dərəcədə göstərə bilmərik. Bu orkestr, yəni onu ifa edib göstərə bilər. Bir də sən sonluqda bax bu qarmoniyalarını, orta notları eşitməlisən, daha yaxşı eşitməlisən orta. Çünki ona o belə bir sakitləşir, balaca bir koda verir, sonluq verir. Zeynəb, mən elə gəlir ki, biz daha da çox məşğul olaraq bu əsəri get-gedə təkmilləşdirəcəyik və istədiyimiz bir nəticə əldə edəcəyik. Çox sağ olun.